birlikdə işə hazırlaşırıq. Oradan universitetə gedəcəm. Axşam da uşaqlarla görüşüb dərs oxuyacağam. Keçən həftənin vloqunu atacağım uşaqlar. Dolu, əyləncəli bir vloq oldu. Vlog 70 dəqiqədir. Onu endirməliyəm. Maksimum 20 dəqiqə. Mən bir YouTube kanalım olduğunu unutmuşsunuz. Görürsən, mənim oradakı 10.000 abunəm. 10.200 abunəm. Xatırlayır ki, biz bir kanala abunəyik. Adı Ülker Hüseyinli. Qız video atır. Gedib arada baxaq va. Burada hələ də 20.000 ola bilməmişik. Allah başımı şu divara çırpacam da, yəni mən. Benim takılım çocuk sana takılır mı? Takılır böyle ihtimalle ya. Yavşak. Dostluqlarda insanların bir-birindən bir şeyler götürməsi çox normal bir şeydir. Məsələn, sən dostun belə çox məsələn falan eləyirsə, bir müddətdən sonra sən də eləməyə başlayırsan. Yəni bu necə deyim sizə? Görürsən axı bütün gün onu, istərsiniz ondan götürürsən. Bu əslində qalsa o insanı kopyalamaq deyil. Yəni sadəcə o insana öyrəşməkdir. Biz birbirimizin hərəkətlərini eləyirdik. Məsələn, o da mənim hərəkətlərimi edirdi, mən də onun hərəkətlərini edirdim. Bunu bilə-bilə eləmirdik bu arada. Çalaq eləyirdik və sonra şey deyirdik. Ayda bunu məsələn nöqtə da eləyir. Bunu nöqtə eləyir falan deyə. Ya sən evindəki ananı, atanı o mənə görürsənsə, bir zəhmət mənim hərəkətlərimi sənə keçsin də yəni. Orada saçlarımı yeni fərqli bir sarma sulu ilə sarmışam. Videosunu da atacağım. Mən çox bəyəndim. Yəni gözüm öyrəşdi, qıvırcıq gibi qəşəng su dalğası kimi durur. Sadəcə bir dənə burasını bəyənmədim. Orasını qəşəng hörə bilməmişəm. Məsələn, bu tərəfin axan gönül şeydir. Bu tərəf o qədər canlı deyil. O da inşallah gələn səfərə daha yaxşı şey eləməyə çalışacağım. Bu qız qaçar. İzlədiyiniz üçün təşəkkürlər. Hələlik.